Beynəlxalq Interpolda axtarışda olan şəxslər gedib Avropa ölkəsində, orada Azərbaycan dövlətinin haqqında şikayətlər edirlər, falan edirlər. Onların da əsassız olduğunu sübut etdim bir daha da ki, Azərbaycan dövləti siz dediyiniz və yazılan şeylərlə uyğun gəlmir. Mən hətta bunu da deyirəm, bax sizin efirdəki, bunu bildirməliyik, susmalı deyirik. Dedim, mən hal-hazırda buradayım. O şikayət edənləri, fikir bildirənləri, dırnaq arasında olan özlərini bloger kimi, siyasətçi kimi adlandıran, jurnalist kimi adlandıran şəxsləri də dəvət edin bura. Mən buradayım. Qoyun, gəlsinlər. Onlar da yazı ilə ayrı, bəli, fikirlərini bildirsinlər burada. Görək nə istəyirlər. Ancaq onları dəvət etmədilər. Burada da bəllidir ki, onların saxtakar əməlləri bir daha da ifşa oldu. Əslində sizin də fəaliyyətiniz çox mürəkkəbdir həqiqətən də. Bilirsiniz, mən bu yoldan heç kəs məni döndərə bilməz. Mən haqq yolundayam. Mən düz yoldayam. Bilirsiniz, hər bir vətəndaş öz dövlətini, dövlətçiliyini sevməlidir, qorumalıdır. Bilirsiniz, şərt deyil. Heç kəs, hansı insan acından ölüb, gedək onun qəbrinin, məzarını baxaq. El sözünü deyirəm də. Gedək bax, heç kəs yoxdur, hələ şey yoxdur. Bilirsiniz nətər? Narazılıqlar çoxdur. Bilirsiniz, Azərbaycanımızın azad olunan torpaqlar... Əslində, biz özümüzdə nələr axtarmağa çalışmalıyıq?